Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam hörmətli izləyicilər. Günün ən diqqət çəkən və müzakirə olunan xəbərləri ilə qarşınızdayıq. İranda ali liderlə bağlı şok iddiaları gündəmi silkələyir. Xameneyinin müşaviri isə sensasyon açıqlamalar verib. Şamaxı turizm mərkəzinə çevrilir. Bakının mərkəzində tikinti suallar doğurur. Regionda tranzit tədarüklər də diqqət mərkəzindədir. ABŞ İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı bu ölkənin yeni ali lideri postuna nəzərdən keçirir. Oxu Az xəbər verir ki, bu barədə Politico nəşri mənbələrinə istinadən məlumat yayıb. Ağ Evdə bəzi rəsmilərin fikrincə, Qalibaf İrana rəhbərlik etməyə və müharibənin növbəti mərhələsində Trump administrasiyası ilə danışıqlar aparmağa qadir perspektivli tərəfdaşdır, deyə xəbərdə bildirilib. Lakin qeyd olunur ki, Vaşinqton hələlik hər hansı konkret namizədin xeyrinə seçim etməyə hazır deyil. ABŞ hökuməti razılaşma bağlamağa razı olacaq şəxsi tapmaq üçün bir neçə iddiaçını nəzərdən keçirmək istəyir. Mənbələrdən birinin sözlərinə görə, yekun qərar hələ qəbul edilməsə də, Qalibaf ən perspektivli namizədlərdən sayılır. Dünən bir neçə Kiyev İranın ABŞ ilə danışıqlarının ehtimal olunan iştirakçısı hesab etdiyi Qalibafın Tehranla Vaşinqton arasında münaqişənin həlli üzrə əlaqələrini təksib etmişdi. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrail Katz, İsrail müdafiə qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ prezidenti Donald Trump ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla balistik raket atıb. İsrail müdafiə qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın ali lideri Əli Xameneyinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-ın hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti qaxlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. İranın ali dini lideri Müctəba Xameneyinin hərbi müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun, Sepah keçmiş komandanı və Məsləhət Şurasının üzvü Möhsün Rızayı müharibənin dayandırılması üçün 3 şərt açıqlayıb. Oxu 24com-un məlumatına görə, Rızayı bu barədə İran Dövlət Televiziyasının xəbər şəbəkəsinə IRIN geniş müsahibəsində danışıb. Rızayı bildirib ki, müharibə dəymiş ziyan ödənilənə, bütün iqtisadi sanksiyalar aradan qaldırılana və ABŞ-nin İranın daxili işlərinə qarışmayacağına dair zəmanət alınana qədər davam edəcək. Bu, xalqımızın, rəhbərin və silahlı qüvvələrimizin qərarıdır. Hərbi müşavir deyib və əlavə edib ki, ABŞ 47 il ərzində İran iqtisadiyyatına zərbə vurub və onun inkişafına mane olub. O iddia edib ki, İranın düşmənləri ölkəni 5 hissəyə bölmək istəyirlər. ABŞ neft ehtiyatları ilə birlikdə bu şehr, Xuzistan və İlamı İranın əyalətləri red, Venezuela kimi mənimsəmək istəyir, Rızayı qeyd edib. Daha əvvəl ABŞ prezidenti Donald Trump cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla yaxın şərqdəki münaqişənin tam nizamlanması barədə çox yaxşı danışıqlar aparıb. Öz növbəsində İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb. Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail müdafiə qüvvələri ilə Hizbullah arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xameney ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb. Oxu 24 xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şamaxı rayonuna son səfəri çərçivəsində bölgənin turizm potensialına xüsusi diqqət ayırıb. Dövlət başçısı regionda həyata keçirilən infrastruktur layihələrinin,
Yol şəbəkəsinin və turizm obyektlərinin inkişafının Şamaxını ölkənin aparıcı turizm mərkəzlərindən birinə çevirəcəyini bildirib. Prezidentin çıxışında vurğulanıb ki, ölkədə turizmin şaxələndirilməsi siyasəti çərçivəsində regionlarda yeni turizm məhsullarının yaradılması, müasir infrastrukturun qurulması və beynəlxalq səviyyədə tanıtım işlərinin genişləndirilməsi əsas prioritetlərdəndir. Mövzu ilə bağlı Oxu 24 Coma danışan turizm eksperti Ruslan Quliyev bildirib ki, Şamaxı demək olar ki, bütün alternativ turizm növlərinin inkişafı üçün unikal imkanlara malikdir. K-turizm, kənd və yaşıl turizm, dini turizm, macəra turizmi, sağlamlıq turizmi, etnoqrafik turizm. Ekspertin sözlərinə görə bölgədə mövcud olan zəngin təbiət, tarixi və dini abidələr, eləcə də Şamaxı rəsədxanası ətrafında formalaşdırılan marşrutlar turizm cazibəsini daha da artırır. Ruslan Quliyev qeyd edib ki, Şamaxı-Quba dağ marşrutu üzrə trekking, atçılıq və off-road safari turlarının təşkili üçün geniş imkanlar mövcuddur. Bundan əlavə, Dəmirçi və Lahıc istiqamətində ekoturizm marşrutlarının inkişafı bölgəyə marağı artıracaq əsas amillərdəndir. Ekspert həmçinin Azərbaycanın 5 paytaxtı turizm marşrutunun Bakı, Gəncə, Şamaxı, Qəbələ, Bərdə yenidən gündəmə gətirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə Şamaxının coğrafi mövqeyi, paytaxta yaxınlığı təxminən 120 km, onu qısa müddətli səfərlər üçün ideal istiqamətə çevirir. Şamaxının turizm potensialı yüksək olsa da, bəzi istiqamətlərdə inkişaf zəruridir. Otellərin və yataq fondunun artırılması, hazır tur paketlərinin hazırlanması, 1-2 gecəlik, rəqəmsal platformalarda aktiv tanıtım, festival və tədbirlərin təşkili, bloger və influencer turlarının keçirilməsi. Bölgədə gələcəkdə balon turizmi, gastroturizm, xalçaçılıq və şərab marşrutları kimi tematik layihələrin həyata keçirilməsi Şamaxının beynəlxalq turizm bazarında mövqeyini daha da gücləndirə bilər, deyə ekspert əlavə edib. Beləliklə, Prezidentin Şamaxıya səfəri bir daha göstərir ki, region Azərbaycanın turizm strategiyasında xüsusi yer tutur. İnfrastrukturun inkişafı, yeni marşrutların yaradılması və düzgün marketinq siyasəti ilə Şamaxının digər turizm bölgələri ilə rəqabət aparmaq potensialı kifayət qədər yüksək qiymətləndirilir. Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük reallaşıb. Oxu.az xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 271 ton olan gübrə və 1 vaqondan ibarət, çəkisi 68 ton olan Qarabaşaq Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 70 tondan çox gübrə göndərilib. Daha çox şəkil burada. Fotostok az.